Sənin yaxşı bir sözün vardı ata. Deyirdin ki, çalışın, münasibətlərinizə toz qondurmayın. İndi həmin o münasibətlərə toz qonduran insanların qəbirlərini toz basın. Ata, sən həmişə deyirdin ki, həyat fanidir. Çalışıb, yaxşı əməllərlə yadda qalmaq lazımdır. Bax, həmin o kişilik məktəbi ilə sən mənim həmişə yadımda qalmışsan, hə? Gəldim elə bunları deyim sənə, dedim. Amma darıxmaya yaxşıyam. Gəldim elə bunu deyim ki, sən də rahat alasan, qardaşın balası da ev tikdirir. Dedim onu təbrik edeyim. Özünüzdən bu qayıt olur. Həyat burada, öpürəm.